ile başlayandan sen... Can't make all this world seem right. Only you can't make the darkness bright. Only you and you alone can thrill me like you do. I feel in my heart with love for only you. Only you can't make all this change in me. For it's true, Bakmak istedim, bakmak you are my destiny. When you hold my hand, I understand the magic that you do. All my dreams come true, my one and only you. Her vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Adınız nədir? Adım Mikail Nəsirov, 21 yaşım var, Naxçıvan şəhərində özüm. Aha. Ay, Mikail, hoş çox geldin. Hoş gördük Mikail. İcazənizlə elə mən deyim, salamlaşmışkən elə fikrimi də söyleyeyim, sonra sizə növbənizə girməyim də. Mikail, hər iki bəndin ən ilk onluyu ifadəsi, bu ifadə korrekt değildi, dəqiq değildi. Not anlamında səs sürüşmələri, xarici notlar, bu məqamlar var idi. Bunu keçmək olar, amma mahnının özünün bəzi yerlərində milizmatika istəyir. Bu mahnı geniş anlamda milizmatika ilə dolu, xırdalıqlarla dolu bir nəğmə deyil. Amma bir-iki dənə yeri var ki, onu Platters'tan eşitdiyimiz kimi eləməlisən. Yəni, çünki sən bu mahnını götürmüşsən və onun vuran yeri, maraqlı yeri həmin o xırdalıqlardır. Amma sən nəzərə alsaq ki, Eldarın komandasındasan, bu xətaların da üzərində işləyəcəksən, olacaq süper. Özde neyi var isteyecek. Mikail, hoş gördük. Səni təbrik hələ tələsməm biz. Bəlkə Eldar döndü, Abrat. Röyak bastı düyməni. Yo, mən səni təbrik eləyirəm. Çox sağ ol. Sən çöndün, ona görə mən sustum. Dedim ki, Çox təşəkkür edirəm. Mani olmuyor. bu səs bəli, Eldar üçün. Mənim komandamda hələ belə bir səs yox idi. Ona görə də mən düyməni ilk notlardan bastım. Həqiqətən bəzi yerlərdə Murad demiş, hardasa nöqsanlar var idi. Amma mən onu həyəcana, filana atıram da. Onun da üzərindən keçəcəyik və ən əsası mənə səndən daha çox enerji lazım idi. Bu mahnı elə idi ki, daha çox enerji vermək lazımdır. Bunu da gələn verilişlərdə əziz tamaşaçılar özünüz görəcəksiniz. Sən ona enerji verərsən. Hoş geldin əzizim. Gözdək, hələ Zümrə xanım. Hara çevirsən yenə də səs Azərbaycandasan. Mikail, görünür ki, sən bu sənətlə belə peşəkar məşğul olursan, hə? Özüm hal-hazırda Milli Konservatuarın 4-cü kursunda oxuyuram. Aha. Milli vokal ixtisası üzrə. Kimin sinifi? Samir Cəfər. Zemfir İsmailova. Zemfir İsmailova. Çox şadam. Milli vokal, yəni milli mahnıları da oxuya bilirsiniz. Çünki o hiss olunur, o var, bilinir ki. İstədiniz İngiliz çox yazsınız bu müsabiqədə, yoxsa əslində Azərbaycan dilində də oxuya bilərdiniz, əgər ixtisasınızdırsa. Mən əslində universal oxuyuram. Maşallah. Gözəl. Təbrik edirik Çox sizə. sağ olun. Təbrik edirik. Təbriklər. Təbrik edirəm. Təbriklər, xoş gəldin. Təbrik edirəm. Uğurlar. Hoş geldiniz. Ay, güzel.